Əziz izləyicilər, iki pəhləvanımızı sizə təqdim edirəm. Demək, Harun Məmmədov. Neçə yaşın var? 7. 7 yaşın var. Əhmədəli Həsənov. Neçə yaşın var? 6. Harun, neçənci sinifdə oxuyursan? 2'de. 2-də. Sən? 1. 1-ci sinifdə. Bugün balaca qardaşları üçün demək, bedro fəndini göstərəcəksiniz. 5 vəziyyətdən bedro fəndini pəhləvanlarımız göstərəcək. Birinci kim başlamaq istəyir? Harun böyüdür. Birinci Harun başlasın. Birinci Ayso qolunu tutub bidronu atmaq. Ay maşallah. Neçə qaldı? 4 qaldı. İkinci bedro rəqib əlini atıb üstdən. Yaxşı. Üçüncü bedro dayan. Rəqibin qolunu yığmısan. Hansı qolunu yığmısan? Sol. Sol qolunu. Əhsən. Və başlayırsan rəqibini eləməyə, işlətməyə, güləşməyə. Tələsmə fənd eləyəndə. Biraz işlət, biraz ayaqlarına fikir ver. Aha. Vur. Yaxşı. Əla. Dördüncü bedromuz petlədəndir. Yəni yuxarıdan tutmaq. Aha, tələsmə. Biraz oynat, ayağına fikir ver. Aha. Yaxşı. 4 dənə bidro eləmişsən. 5-ci bidromuz hardandır? Beldən. Başçısı qaldır. Aha. Tələsmə. Biraz işlət rəqibi ver. Biraz itələ rəqibi. Üstüvə gələndə eləyəcəksən. Aha. Hoppa, yaxşı. Əla. İndi Əhmədəli atır. Buyur. O birinci bedro. Tələsmə günə. Sola eləmə, sağa elə birinci. Əhsən. İndi üstdən atacaqsın. Rəqib hücuma keçib, əlini atıb sənin boynuna, sən də oradan bidronu eləyirsən. Vur. Yaxşı. İkinci bedromuz nədir? Əhmədəli. Üçüncü bedromuz nədir? Üçüncü bedromuz qol yığmaq. Qolu yığmaq. Aha. Sol qolu yığmısan, güləşirsən, başını qaldır. Əlini dərinə sox. Ay malades. İşlət rəqibi. İşlət, fırlanın, hərəkət eləyin. Vur. Yaxşı. Bir də təzədən bunu elə. Elə bir ki, qolunu tutanda altdan tutarsan, Əhmədəli. Bax, fikir ver, dayan. Bax, qolunu tutanda, bax, buradan tutarsan. Yaxşı. Hə. Qolunu yığ, əla. Başını qaldır. Güləş. Əlini at başına, qolunu altdan tut. Vur. Ay, malades, gördün necə getdi? Əhsən. Üçüncü bedromuz, dördüncü bedromuz petlədəndir. Biraz yuxarıdan tut, sıx özvə. Rəqib 30'dur, qoluna tərəf. Aha, biraz da 30'dur oyna. Bax, rəqib biraz 30'dur bu oyna. O beləmsin. Ay malades. Güləş. Tulla. Vur. Ay malades. Əhsən. Aferin. 5-ci bedromuz beldən. Başını qaldır. Rəqibi yüklə qoluna tərəf. Güləş. Oynad rəqibi üstüvə gələndə eləyəcəksən. Vur. Tulla. Əla. Qalx. Demək, hərəniz 5 dənə bidro elədiniz. Düzdür? Əla. İndi nə eləyəcəksən?
Bir dənə sən bedron eləyirsən, bir dənə o eləyir. Birincisini. İkincisini sən eləyirsən, ikincisini o eləyəcək. Bu beləncə gedəcək. Bir dənə sən, bir dənə o. Getdi. Biraz sürətlə işləyəcək. Vur. Bir. Vur. Ay malades. Bu birincisi qutardı. Geçsin ikinciyə. Yaxşı. Aha. Yaxşı. Düzdür, düzdür. Başını qaldır. Risk vuracaqsan. Vur. Ala. Yaxşı. Əlbi sən də birləşdir. Yuxarıdan. Aha. Stoykada dayan. Vur. Yaxşı. İpini açılıb bağla. 5-ci bedro. Ala. Vur. Yaxşı. İndi bildiyiniz kimi fəndə atandan sonra biz rəqibimizi nə eləməliyik? Tuşda saxlamalıyıq, buraxmamalıyıq. İndi Harun fəndə atacaq, rəqibini tuşda saxlayacaq. Əhmədəli oradan çıxacaq, keçəcək rəqibin arxasına, 2 dənə nakat eləyəcək. 5-4-lə səni udacaq. Yaxşı? Getdi. Most. 4-1. 2 qal, 4-3. 5-4. Əla. 5-4-dən kim utdu? Ancaq fəndi kim eləmişdi? Əla. İndi sən. Dörd bir, 4-3, 5-4. Kim qalib gəldi? Harun qalib gəldi. Əla. İndi bildiniz